Müqayisə edin. Biz 489 ilə 501-i müqayisə eləməliyik. Bunun üçün onların yüzlüklər mərtəbəsindən başlayacaq. 4 ilə 5-in arasında 5 4-dən daha böyükdür. 4 5-dən kiçikdir. Deməli 489 da 501-dən kiçikdir. C variantı doğru cavabdır. Qatardakı oturacaqların sayı 420-dir. Qatardakı sərnişinlərin sayı 263 olarsa, boş oturacaqların sayını tapın. Deməli, cəmi 420 oturacaq var və bundan 263-ündə sərnişin oturub. Neçəsi boşdur? 0-dan 3 çıxa bilmirəm. 2-dən birini verdim. 10-dan 3 çıxanda qalır 7. 2-dən birini vermişdim, qalmışdı 1. 1-dən 6 çıxa bilmirəm. 4-dən birini verdim. 11-dən 6 çıxanda qalır 5. 4-dən birini vermişdim, qalmışdı 3. 3-dən 2 çıxanda qalır 1. 157. Deməli, 157 oturacaq boş imiş. A variantı doğru cavabdır. Cəmi tapın. 347 üstə gəlsin 465. 7 ilə 5-in cəmi 12. 2 yazıram 1 yadda. 4 ilə 6-nın cəmi 10. 1 də yadda 11. 1 yazıram yenə 1 yadda. 3 ilə 4-ün cəmi 7. 1 də yaddaydı 8. 812. C variantı doğru cavabdır. 6 nəfər şagirdin hər biri 9 yaşındadır. Bu şagirdlərin yaşlarının cəmini tapın. Dostlar, 6 dənə şagird var. Hərəsinin də 9 yaşı var. Deməli, onların yaşlarının cəmini tapmaq üçün 6-nı 9-a vurmalıyıq. Bu da bərabər olacaq 54-ə. B variantı doğru cavabdır. Hesablayın. Bilirik ki, biz verilmiş əməllər sırasında birinci vurma bölməni hesablamalıyıq, sonra toplama çıxmanı. Deməli, birinci vurma buradadır, ikinci burada, sonra isə toplamanı həll edəcəyik. 4 dəfə 6 bərabərdir 24-ə. 24 üstə gəlinsin, 7 vurulsun 3. İndi növbəti addım kimi bu hissəni hesablamalıyıq. 24 üstə gəlinsin, 7 dəfə 3-üm 21-ə bərabərdir. 24 ilə 21-i necə toplayacaq? Gəlin alt-alta toplayaq. 4 ilə 1-in cəmi 5, 2 ilə 2-in cəmi 4. 45. Cavabımız oldu B variantında. Hesablayın və ulduz işarəsinin yerinə müqayisə işarələrindən uyğun olanını yazın. Bir tərəfdə var 54 bölünsün 9, o bir tərəfdə var 42 bölünsün 7. 54-ü 9-a böləndə qalır 6, 42-ni 7-yə böləndə qalır 6. 6 ilə 6 bir-birinə bərabərdir. B variantı doğru cavabdır. Məchul tapın. Verilmiş ifadədə nə görürük? Bölünən, bölən, qismət. Məchul böləni tapmaq üçün nə etməliyik? Bölünəni, yəni 24-ü bölməliyik. Qismətə, yəni 8-ə. Bu da bərabərdir 3-ə. A variantı doğru cavabdır. A bərabərdir 4 olduqda verilmiş ifadənin qiymətini tapın. Gəlin əvvəlcə ifadəni aşağıda yazaq. 26 çıxılsın, 20 bölünsün A. A neçədir? 4. A-nın yerinə apardıq, 4 yazdıq. İndi ifadədə biz bilirik ki, birinci vurma bölmə əməli varsa o həll olmalıdır. Sonra toplama çıxma. 20-ni 4-ə böləndə eləyir 5. Yəni ifadəni sadələşdirsək qalır 26 çıxılsın 5. 26-dan 5 çıxanda qalır 21. A variantı doğru cavabdır. Tənliyi həll edin. Azalan, çıxılan fərq. Məchul çıxılanı tapmaq üçün azalandan, yəni 23-dən çıxmalıyıq. Fərqi, yəni 15-i. Bu da bərabərdir 8-ə. B variantı doğru cavabdır. Şəkildəki 3 bucaq bucağına görə necə adlanır? Baxaq. Dostlar, bu bucaq hansı bucaqdır? Görürük ki, verilmiş bucaq 90 dərəcədən böyükdür, düzdür? 90 dərəcə təxminən burada bitməli idi, belə. 90-dan böyük bucaqlara nə deyirik? Kör bucaq deyirik. Deməli, bu üç bucaq kör bucaqlı üç bucaqdır. C variantı doğru cavabdır. Aşağıdakı fiqurlardan hansının simmetriya oxu yoxdur? Gəlin C-dən başlayaq. C-də yazılıb dairə. Bir dairə çəkək. Dairənin neçə dənə simmetriya oxu var? Dostlar, dairədən sonsuz sayda simmetriya oxu çəkmək olar. Məsələn, belə bir xətt çəksək və bu xətt üzrə dairənin iki tərəfini qatlasaq, bir-birindən üstə düşəcək. Ya da belə bir xətt çəkə bilərik, belə bir xətt çəkə bilərik. Yəni, mərkəzdən keçməklə sonsuz sayda simmetriya oxu çəkə bilərik dairəyə. C getdi, var. Düzbucaqlı yazın. Düzbucaqlı çəkək. Bildiyimiz kimi düzbucaqlının da 2 dənə simmetriya oxu var. Hansıdır? Birinci bu, yenə qatlasaq üst-üstə düşəcək. İkinci də bu, qatlasaq üst-üstə düşəcək. 2 dənə simmetriya oxu var. Müxtəlif tərəfli üçbucağın isə simmetriya oxu yoxdur. Niyə? Gəlin bir dənə müxtəlif tərəfli üçbucaq çəkək. Belə bir üçbucaq olsun. Heç bir tərəfi bir-birinə bərabər deyil. Bu üçbucağın simmetriya oxu var? Yoxdur dostlar. Çünki hansı xətti çəkiriksə çəkək, qatlayanda üst-üstə düşməyəcək. Yəni, bir-birinə bərabər olmayacaq. Ona görə də A variantı müxtəlif tərəfli üçbucağın simmetriya oxu yoxdur.
Hesablayın. Bildiyimiz kimi verilmiş ifadədə birinci mötərizənin içini həll etməliyik. Sonra ardıcıl olaraq vurma, bölmə əməli varsa onları, ən sonunda isə toplama çıxmanı. 3 ilə 7-ni toplayanda birinci əməlimiz budur. Eləyir 10. Artıq ifadəni sadələşdirib mötərizənin yerinə 10 yaza bilərik. Başı olduğu kimi saxlayırıq, çıxılsın. Mötərizənin yerinə 10 yazırıq, vurulsun 6. İndi növbəti mərhələ kimi bu hissəni həll etməliyik, düzdür? Gəlin alt-alta vuraq bir kənarda. 5 dəfə 0, 0, 5 dəfə 2, 10. Elədi 100. 100 çıxılsın, 10 vurulsun 6. İndi bu hissəni həll etməliyik. Yenə kənarda alt-alta vuraq. 6 dəfə 0, 0, 6 dəfə 1, 6. Elədi 60. 100 çıxılsın 60. 100-dən 60 çıxanda neçə eləyir? Alt-alta çıxa bilərik yenə. 0-dan 0 çıxanda qalır 0. 0-dan 6 çıxa bilmirəm. Birini verdim. 10-dan 6 çıxanda qalır 4. 1-dən də birini vermişdim. Burada qaldı 0. Elədi cavabımız 40. Deməli, doğru cavab C variantındadır. Bir ədədə 55 qəpik olan çörəkdən 4 ədəd alsaq, satıcıya neçə qəpik verməliyik? Deməli, bir çörəyimiz 55 qəpikdir. 4 çörəyimiz neçədir? Bunu tapmaq üçün 55-i 4-ə vurmalıyıq. Alt-alta vuraq. 4 dəfə 5-im 20, 0 yazıram 2 yadda. 4 dəfə 5-im 20, 2 də yadda, elədi 22. 220 qəpik verməliyik. B variantı doğru cavabdır. Hasili tapın. 127 vurulsun 5. 5 dəfə 7-im 35, 5 yazıram 3 yadda. 5 dəfə 2-im 10, 3 də yadda 13, 3 yazıram 1 yadda. 5 dəfə 1-im 5, 1 də yadda 6. Cavabımız elədi 635. C variantı. 12 ədədinin 8 misli 70 ədədindən nə qədər çoxdur? Gəlin əvvəlcə ifadəni quraq. Birinci 12 ədədinin 8 mislini tapmalıyıq, yəni 12-ni 8-ə vurmalıyıq. Sonra deyir ki, bu aldığımız ədəd 12-nin 8 misli 70-dən nə qədər çoxdur? Bunu tapmaq üçün birincidən ikincini çıxmalıyıq. Birinci vurma bölməni həll edəcəyik, sonra çıxmanı. Alt-alta əvvəlcə vuraq, 12 vurulsun 8. 8 dəfə 2-im 16, 6 yazıram 1 yadda. 8 dəfə 1-im 8, 1 də yadda 9, 96. 96 çıxılsın 70. Yenə alt-alta çıxaq. 6-dan 0 çıxıram qalır 6, 9-dan 7 çıxıram qalır 2. Bərabərdir 26-ya. Doğru cavab oldu B variantında.